ki, sizin adınıza 4611 manat pul yazılıb. O pulu almışsınız, almamışsınız. Biz de dedik ki, gəlin də, mən də, biz nə pul görməmişik, nə pul almamışıq, nə o pulun kartı bizə verilməyib. Bizə düşməyə bu pul hardan yazılıb bura? Sonra bizi yolladılar prokuraturaya. Prokuraturada da gəlindən yenə izahat alıblar, onlar aldığı kimi. Sonra gəlinə deyiblər ki, bilirsən ayda nə qədər pul alırdın? O da deyib ki, almışdım ki, biləydim. Deyib 319 manat. 339 manat. Ayda sizin adınıza pul yazılıb götürülüb. Sonra mən getdim, o pulu tələb elədim. Dedim, mən 3 dənə uşağım var, acından ölürlər. Mən həmin müraciəti getdim, Sabezin təzə qoyulan müdürünün yanına. Dedim ki, mənə bir yol görkəz, bir bacı kimi, bir qardaş kimi, elə bir ki, qardaşımsan, bacınam da, mənə bir yol görkəz, mən bunu hara şikayət eləyim ki, bu pulun bir hissəsini də olsa mənim nəvələrimə versinlər. O da dedi ki, sənin pulundur, hökumətin puludur, yeyilib, hökumətə də keçib, o pul heç kəsə qaytarılmayacaq, git hara şikayət eləyirsən elə.